Yanvarın 31-i The Weeknd Hurry Up Tomorrow adlı 6-cı studiya albomunu yayımladı. Bu albomun xüsusiliyi ondadır ki, Hurry Up Tomorrow The Weeknd'in bu səhnə adı ilə yayımladığı sonuncu albomdur. O bu xəbəri açıqlayanda çoxları onun öz karyerasını sonlandıracağını düşünsə də, əslində o öz yaradıcılığına bundan sonra Abel Tesfaye kimi davam edəcək. Daha əvvəlki videolarda sənətçilərin karyeralarının müəyyən nöqtəsinə gəldikdə daha şəxsi albomlar yayımladığından danışmışdıq. Məsələn, Tyler the Creator son albomu Chromacopia-da daha çox gələcək qayğılarından və daxili mübarizələrindən söz açmışdı. Demək olar ki, bir çox sənətçi müəyyən nöqtədən sonra bu yola üst tutaraq kommersiya yönümlü deyil, daha çox öz hisslərini ön plana çıxaracaq işlər yayımlayırlar. Hurry Up Tomorrow-da The Weeknd üçün belə albomlardan biri oldu. Daha dəqiq desək, trilogiyanın son halqası oldu. Çünki o After Hours albomunda öz hisslərini aşkara çıxarmağa başlamışdı. Down FM-lə davam edən trilogiya Hurry Up Tomorrow-la tamamlandı. Bugün isə biz bu trilogiyanı təşkil edən albomları nəzərdən keçirərək The Weeknd-lə sağollaşacağıq. Trilogiyanın ilk dayanacağı olan 2020-ci ildə yayımlanan After Hours albomunda Los Angeles'ın işıqlı həyatından bezməyə başlamış bir The Weeknd görməyə başladıq. Onu tanıyanlar bilir ki, qadınlardan, toksik münasibətlərindən və asılılıqlarından yazmağa daha çox meyillidir. Artıq bu anlıq həzlərin onu məmnun edə bilmədiyini bu albomla yavaş-yavaş anlaya bilirdik. The Weeknd bu albom üçün qırmızı rəngi ön plana çıxarmağı seçmişdi. Super Bowl, musiqi videoları və digər bütün məqamlarda bu estetikanı davam etdirdi. Qırmızı rəngli parlaq və diqqət çəkən tam bir super ulduz geyimi ilə birlikdə yara içindəki üzü də kifayət qədər mesaj ötürürdü. Qırmızı rəng daha çox intiqam, güc və etiraz hissi verir. Sanki yeni bir başlanğıca işarə edirdi. Albomun başlanğıcı Blinding Lights singlının istifadə olunduğu bir Mercedes reklamı ilə gəldi. Son illərdə çevrəyə daha az zərərli, elektrikli avtomobillərdən istifadə dalğasını izləmək üçün Mercedes öz ilk tam elektrikli SUV modelini təqdim etməyə hazırlaşırdı. Bunun üçün də onlar böyük və əksəriyyətinin gənclərdən ibarət olduğu kütləyə sahib olan The Weekndi seçmişdilər. Reklamda The Weeknd'in Blinding Lights mahnısı səslənir və brendin illər ərzindəki seçilmiş anlarından görüntülər təqdim edilirdi. Reklamın əvvəlində ona elektrikli maşın sürürsən deyə soruşan azyaşlıya mən Mercedes sürürəm deyən The Weeknd həm öz singlını tanıtdı, həm də brendin zamansızlığına işarə etdi. Reklamın həm də kreativ direktoru olan Weeknd öz ideyaları ilə yaradıcılığını zənginləşdirməyi yaddan çıxarmır, eyni zamanda da fərqli sahələrdə təcrübələr yaşamış olurdu. Bu single albomun ikinci singlı idi və ondan əlavə Heartless, In Your Eyes və Save Your Tears singleları da albomu gücləndirdi. Onlardan üçü Billboard Hot 100 siyahısında zirvəyə qalxdı. Lakin bu günədək aktuallığını qoruyub saxlayan ən güclü single Blinding Lights oldu. Bu singleın nə qədər bəyənildiyindən və qırdığı rekordlardan səhərə qədər danışmaq olar. Qısaca qeyd edim ki, mahnı hazırda Spotify tarixində mövcud olan ən çox dinlənməyə malik mahnıdır. After Hours albomunda The Weeknd'in nə anlatmağa çalışdığına nəzər salsaq, onun daxili əzablarının başlanğıcını görərik. Burada təbii ki, sevgi və sevgilə çağırış kimi mövzular ön plandadır. Lakin əsas fokus bu deyil. Weeknd'in əsas ağrıları daha çox onun LA-də çevrildiyi şəxsiyyətlə bağlıdır. Pullar, status və bir-birinin eyni olan Los Angeles qadınları onu heartless, yəni qəlbsiz birinə çevirib. İndi isə o bütün bu süniliyin içində itib batır, düşüncələrinin arasında heç bir nəticəyə və çarəyə vara bilmir. Bu səbəbdən sevgilisini qaçış və ya dərman kimi görərək yenə ona tərəf gedir. Beləliklə albomda sevgi dairəsinin mərkəzindəki ekzistensial qayğılara müraciət görürük. Bu albom The Weeknd'in indiyə qədərki ən çox satış edən albomudur və tənqidçilər tərəfindən də ən yüksək qiymətləndirilən albomudur. Lakin bu albomu bu qədər uğurlu edən digər bir faktor da 80-ci illər musiqisinin çox yaxşı işlənməsidir. The Weeknd doğulduğu dövrdən daha əvvəlki dövrlərin musiqisinə xüsusi maraq göstərir və 80-ci illərin musiqisindən daha çox ilhamlanırmış. Bu səbəbdən albom bu dövrün musiqi elementlərinə daha çox kökləndi və məhz bu albomdan sonra 80 və 90-cı illərin beatlərindən, musiqi janrlarından və estetikasından istifadə və istinad edilməsi dövrü başlandı. Bu albom son illərin qlobal pop musiqisində ən böyük təsir yarada bilmiş albomlardan biridir. Lakin gəlin görün ki, həm rəqəmləri, həm də ötürdüyü hisslərin bu qədər güclü olduğu bu albom 2021-ci ilin Grammy mükafatlarında heç bir namizədlik ala bilmədi. Bir daha nəzərinizə çatdırım ki, mükafat deyil, namizədlik belə ala bilmədi. Bu hadisədən sonra Weeknd Recording Academy-ni korrupsiya və ədalətsizlik ilə günahlandırdı və onu boykot etdi. Boykotunu bu il sonlandırıb 2025-ci ilin Grammy mükafatlarında performans göstərdi. Trilogiyanın ikinci dayanacağı Down FM albomu oldu. 2022-ci ildə yayımlanan albomun adı Cənnət və Cəhənnəm arasındakı mərhələni təmsil edir. Down ingilis dilindən tərcümədə şəfəq mənasına gəlir ki, günün bu vaxtında gündüz və gecənin elementləri birləşir. Albomun üz qabığında qocalmış və haldan düşmüş Weekndi görürük. Musiqi videolarında da eyni xarici görünüşdən istifadə edən sənətçi bu yaşlı obrazı ilə ölümə yaxınlığa və zamanın keçiciliyinə işarə edir. Albomun sevilən bir qonağı da var ki, bu da Jim Carrey'dir. Carrey burada 103.5
105 FM adlı uydurma bir radiostansiyanın hostu kimi çıxış edir. Albomun eyni adlı açılış trekindəki monoloqunda hazırda 103.5 Down FM-i dinləyirsiniz. Uzun müddət qaranlıqda qalmışdınız. İndi işığa doğru gəlib taleyinizi qucaqlamağın vaxtıdır. Qorxursunuz, lakin narahat olmayın. Acısız keçid boyunca sizi müşayiət etmək və əlinizi tutmaq üçün burada olacağıq. Sözləri ilə başlayır. Carey burada bir növ həyatdan ölümə keçidi müşayiət etmək üçün radiostansiya dilindən istifadə edir. After Hours albomunda haqqında danışılan mövzular burada da özünə yer tapır. Amma bu albom daha çox özünü qəbullanma və mənəvi transformasiya ilə bağlıdır. After Hours albomunda qayğılarını açıqca təsvir edən sənətçi Down FM albomunda bu olanları qəbullanma mərhələsinə keçir. Albomda Lil Wayne, Tyler the Creator kimi qonaqlar da var. Onlardan biri də Michael Jackson'ın ən böyük hitlərini ərsəyə gətirmiş prodüser Quincy Jones'dur. Jones A Tale by Quincy adlı trekdə öz uşaqlığına qayıdır. Ailəsində yaşadığı problemləri və bu problemlərin onun öz qurduğu ailəsində necə əks olunduğundan danışır. Təbii ki, bu hissənin də alboma daxil edilməsi səbəbsiz deyil. Çünki Weeknd burada insanların səhvlərini qəbullanma və davam etmə mərhələsindəki çətinliklərə fokuslanmışdı. Bunun üçün də bu barədə danışa biləcək simalara üst tutulmuşdu. Jim Carrey sonda Fan Regret by Jim treki ilə albomun bağlanışını edir. Burada bütün albom boyunca toxunulan məsələlərin sonluğu kimi cənnətə çatmaq üçün cənnət olmalısan fikrinə əsaslanır. Sənətçinin fikrincə həm ruhən, həm də cismən azad ola bilmək üçün peşmanlıqlarını arxanda buraxmalısan. Phantom sözü də burada real olmayan, amma real təsir göstərə bilən mənasında işlənib. Keçdiyimiz yanvar ayında isə The Weeknd trilogiyanın son halqasını təşkil edən Hurry Up Tomorrow-u yayımladı. Albom yenə də özündə Weeknddən görməyə alışdığımız özünəməxsus elementlər birləşdirirdi. Qonaq sənətçilər arasında Playboi Carti, Lana Del Rey, Future və Travis Scott da var. Prodüser qismində isə Max Martin, Mike Dean və Metro Boomin kimi ən böyüklərlə yanaşı özü də iştirak edirdi. Albom özündə bir çox nümunə və istinad daşıyır. Açılış treki olan Wake Me Up-da Scarface filminin soundtrackinə və Michael Jackson'ın Thriller trekinin nümunələrini görmək olur. Weeknd hər zaman Michael Jackson olan heyranlığını müxtəlif formalarda göstərib. 2016-cı ildə verdiyi müsahibəsində qətiyyən yeni Michael Jackson olmaq istəmirəm, amma onun izlərini musiqimdə mütləq eşidəcəksiniz demişdi. Weekndin karyerası üçün təməl daşı hesab edilə biləcək yaradıcı şəxslərdən biri də David Lynch idi. In Heaven adlı trekində mərhum rejissorun ən populyar filmi olan Eraserhead filminin musiqisinə istinad olunub. İstinadları zəngin olan albom Weekndin həyatı üçün önəmli rol oynayan bir hadisəyə də işarə edir. Belə ki, 2022-ci ildə Los Angeles'da verdiyi konsertlərdən birində səsini itirməsi onun alboma I Can't Fucking Sing adlı bir mahnı əlavə etməsinə də gətirib çıxarır. Bu şanssızlıq Weeknd üçün daha bir yol açır. Belə ki, Hurry Up Tomorrow albomu Weekndin və Trey Edward Schultz'un yazıb rejissorluğunu etdiyi eyni adlı filmlə dəstəkləndi. Weeknd bu yaxınlarda yayımlanan müsahibələrindən birində əvvəlcə bu film ideyasına meydana gəldiyini, daha sonra isə albomun yarandığını açıqlamışdı. Bir növ səsini itirməsi filmin yaranmasına gətirib çıxardı. Daha sonra isə albomla birlikdə bütün situasiya tamamlandı. İndi isə biraz da spoiler vermədən film haqqında danışaq. Mayın 29-u film yerli kinoteatrlara gəldi və gəldiyi gün izlədim təbii ki. Filmdə Weekndlə birlikdə Jenna Ortega və Barry Keoghan da rol alır. Əvvəlcə onu deyim ki, film musical deyil. Albomdakı mahnılar yerinə görə istifadə olunsa da, sırf albomun tanıtımını etməyə fokuslanmış zəif material deyil. Filmin rejissoru Schultz daha çox estetikası və 360 dərəcəli çəkiliş texnikası ilə məşhurdur. Daha əvvəl Waves filmində bu iki ünsürü çox yaxşı istifadə edən rejissor həmin ünsürləri bu dəfə Weekndin şəxsiyyət böhranına uyğunlaşdırıb. Filmdə Weeknd özünü canlandırır. Onu ilk səhnələrdə daha çox eşq acısı içində ayrıldığı sevgilisinə çatmağa çalışarkən görürük. Meneceri Lee, yəni Barry Keoghan tərəfindən çıxışa məcbur edilən The Weeknd çıxış zamanı qəflətən səsini itirir. Daha sonra buradan qaçmağa çalışarkən Annie, yəni Jenna Ortega ilə qarşılaşır. Bundan sonraki prosesdə sənətçinin daxili böhranı, spot işıqları altındakı həyatın görünməyən tərəfi və sonda yenə də narazı olduğu axına qayıtması müxtəlif simvolik obrazlar və hadisələr vasitəsilə göstərilib. Filmin səs dizaynı və vizualları hadisələrin effektivliyini daha da artırır. After Hours zamanı başlayan, Down FM-lə davam edən və Hurry Up Tomorrow-la tamamlanan bu trilogiya filmlə özünün pik həddinə çatır. Bilirsiniz ki, The Weekndin bundan əvvəl də bir aktyorluq təcrübəsi olmuşdu. Lily Rose Depp'lə baş rolu bölüşən The Weekndin ilk cəhdi uğurlu alınmamış, çox böyük tənqid almışdı. Buna oxşar hadisə Hurry Up Tomorrow filminin də başına gəldi. Filmdən kiçik bir hissə The Weekndin aktyorluğunun süni olduğu başlıqları ilə paylaşılaraq milyonlarla bəyəni aldı. Sizə tövsiyəm o olar ki, filmi izləmədən bu kiçik hissələrə aldanmayın. Çünki filmdə tapa biləcəkləriniz bu hissədən daha artıqdır. Biz bütün bu proseslər boyunca sadəcə məhsula fokuslanırıq. Lakin hər ekran işi ya da albom çox uğurlu olmaq məcburiyyətində deyil. Bəzən təcrübələr aparıb individuallıqda ortaya qoymaq lazımdır. Ki
Weekndin etməyə çalışdığı da elə budur. Filmin daha detallı analizini oxumaq üçün açıqlama hissəsindən Medium hesabıma keçid edərək bu barədə yazdığım məqaləni oxuya bilərsiniz. Hələlik isə fikirlərinizi şərhlərdə yazmağı və videonu bəyənməyi unutmayın.